Hər vaxtınız xeyir əziz dostlar. Səhər saat 6-dır Kiyevdə, 18 avqust 2026-cı il. 20 qəsd müharibənin 1637-ci günüdür bu günləri. Xoş gördük sizi. Eşidirsiniz həyəcan siqnalları, amma bu həyəcan siqnallarının bir ciddi səbəbi var. Ötən gecə, yəni bu gecə yəqin ki 5-ci, 6-cı dəfədir. Yəni hücumlarla bağlı. Səbəb də ondan ibarətdir ki, əziz dostlar, Moskva şəhərinin üzərinə 70 dron hücum edib. Moskva şəhərinə və Moskvanın ətrafına. Bununla bağlı Moskva meri Sergey Sobyanin bayaqdan Telegram kanallarında necə deyərlər, haray həşir salıb. Bax, səbəb bundan ibarətdir. Efirlərimizi izləyin. İnşallah gün ərzində sizə dolğun məlumatlar verəcəyik. Müharibə bütün şiddəti ilə davam edir. Mən dünən də demişdim. Bir daha təkrar edirəm. Ukrayna tərəf indi daha çox imkanlara, daha çox bacarığa və daha çox vasitələrə malikdir ki, düşməni danışıqlara məcbur etsin. Üzümüzə gələn həftə bu həftə, yəni bazar günü Ukraynanın bayraq günüdür. Gələn həftənin bazar ertəsi birinci gün Ukraynanın dövlət müstəqilliyi günüdür. Ona görə bu günlər təbii ki çox gərgin olacaq. Həm düşmən tərəfdən, həm də Ukrayna tərəfdən tərəflər necə deyərlər, güclərini göstərirlər. Əgər Ukrayna tərəf bunu çox sistemli və ardıcıl edirsə, dövlət sərhəddi boyu olan vilayətlərdən ta ki Sibirə qədər, necə deyərlər, bir dəfə üz o tərəfə, indi də oradan geriyə qayıdır və dediyim kimi imperiya paytaxtında partlayışlar olduğu bildirilir. Hər halda şəhər meri çox həyəcanlı, dediyim kimi çox haray həşirlidir. Biz də demək yatmamışıq, izləyirik. Həm yatmağa imkan vermirlər. Dediyim kimi bu gecə vaxtı, bu səhər, daha doğrusu bütün gecə hər yarım saatdan, bir saatdan bir həyəcan siqnalları çalınır. Aradasa uzaqda hansısa bir partlayış səsi də gəlir. Ondan sonra necə deyərlər, dayanır. Və belə dostlar, gün ərzində xəbərlər gözləyin. Çünki vacib xəbərlər hələ önümüzdədir. Ağır döyüşlər və Rusiyanın ağır günləri, Rusiya üzərinə göndəriləcək yeni silahlar məsələsi də önümüzdədir. Yadınızdadırsa, mən dönənləri demişdim. Ukraynanın yeni həm pilot uçuş aparatları, həm raketləri, həm idarə olunan aviasiya bombaları artıq tam istehsal gücünə keçib. Bunun əlavə flamingoların sayı, istehsallatdakı sayı, həftəlik sayı da çoxalmaqda davam edir. Gündəlik sayı da təbii ki avtomatik olaraq davam edir. Bu təbii ki Rusiya tərəfi ciddi narahat edir. Odur ki, sabahınız xeyirlərə açılsın. Bizdən nigaran olmayın. Görək gün ərzində nələr olur. Amma Rusiyada, o cümlədən paytaxt Moskva və ətrafında onlar üçün yaxşı olmayan xəbərlərin olduğu bir mənalıdır. Gün ərzində biz də sizi məlumatlandıracaq. Hələlik dostlar, sağ olun, salamat qalın. İnşallah görüşəcəyik təbii ki gün ərzində. Hələlik.